Şaban bilirsiniz Peyğəmbərin ayıdır. Çox mübarək günlər var bu ayda. Şaban ayının 3-ü İmam Hüseyn əleyhissalamın mövlud günüdür, doğum günüdür. Şaban ayının 4-ü Əbəlfəz ağanın doğum günüdür. Şaban ayının 5-i İmam Səccadın doğum günüdür. Şaban ayının 11-i Əli Əkbərin doğum günüdür. Şaban ayının 15-i İmam Zaman əleyhissalamın doğum günüdür. Bu qədər mübarək günlər var bu ayda. Çox mübarək günlərdir. İmam Sadiqdən nəql edirlər, Səffan adlı bir şəxs deyir, İmam Sadiq məni çağırdı. Çağırandan sonra buyurdu, get öz dostlarını bir yerə yığ. Onlara oruc haqqında danış. Dinən Şaban ayında oruc tutmağın savabı çoxdur. İzah elə daha doğrusu Şaban ayından danış. Deyir, Səffan deyir, mən sual elədim ki, İmam Sadiq əleyhissalama ki, ağacan, Şaban ayında oruç tutmaq məgər bu qədər çox savabı? İmam buyurdu, bəli. Ondan sonra İmam mənə belə buyurdu, dedi, Peyğəmbər Şaban ayının hilalını görən kimi, ayı görən kimi, sabahsı oruç tutardı, ondan sonra bir carçıya deyərdi, get car çək, get çağır insanları, hamısını yığ bir yerə, sözüm var insanlara. O carçı yığardı insanları bir yerə, Peyğəmbər belə deyərdi, Şaban şəhri, bu ay mənim ayımdır. Şabanda oruç tutanlara Allahın rəhməti olsun, Peyğəmbər deyərdi. Kim Peyğəmbərlə xüsusi ünsiyyət qurmaq istəsə, bu ay xüsusi ünsiyyətdir. Peyğəmbərlə ünsiyyət qurmaq istəyən insanlara deyirəm, qadınlı kişili, Şaban ayı xüsusi ünsiyyət qurmaq üçün vasitədir. Peyğəmbər buyurur, bacardığınız qədər bu ayda oruç tutun, namaz qılın, sədəqə verin, tövbə edin, salavat göndərin. Hər kəs indi bacara bilməzsiniz də 30 gün hamısını tutmağı, amma xüsusi günlərin deyirəm sizə, bu günləri tərk eləməyin, xüsusi günlərin deyirəm sizə. Həftənin 1-ci günü və 4-cü günü çox tapışırlar Şaban ayında oruç tutmağı, 1 və 4. Birdən 2 gün çox olsa, deyir, heç olmasa 4-cü günü tutun. Bir də Şaban ayının 15-ini heç tərk eləməyin, Şaban ayının 15-ini orucu tutun. Bunları sizə xüsusi tövsiyə edirəm, bir kiçiyimiz olaraq. Şaban ayının hər cuma axşamı Allah mələklərə əmr edir, göyləri bəziyin. Mənəvi göylərdən söhbət gedir. Mələklər ərşi bəzədikdən sonra üzlərini tuturlar ilahi dərgaha, deyirlər Allahım, ya Rəbbəl aləmin, bugün oruç tutanları bağışla, bu oruç tutanlar ki var onları bağışla. Allah o mələklərin duasını qəbul edir və orada Şaban ayında kim ki oruç tutub qəbul edir və onların günahlarını bağışlayır. Şaban ayında bu gündəndir ya, adi günlərdə bir dənə yaxşı əməl etsən bir verərlərsə, Şaban ayında hədisdir ki, kim bir dənə yaxşı əməl etsə 70 pay verirlər. 70 pay. Adi bir salama bir idisə tutaq, amma Şaban ayında 70 üstə gələ o qədər veriləcək. Yubahi fihi bi ibadih vel cebbar yubahi fihi bi ibadih yenzuru min arşihi ila suvvamih ve kuvvamih. Allah Şaban ayının gündüzləri oruç tutanlarla, gecələri ibadət edənlərlə fəxr edir. Deyir, mənim belə bir bəndəm var. Allah fəxr edir Şaban ayında oruç tutanlarla. Deyir, mənim nə gözəl bəndəm var, nə qədər dəyərli bəndəm var. İmam Rıza əleyhissalam buyurur, mən samə əvvələ yov min Şəban. Kim Şaban ayının ilk günü oruç tutsa, vəcəbət ləhur rəhmə, Allahın rəhməti ona vacib oldu. Allahın rəhməti ona vacib oldu. Hədis budur, maraqlı bir hədis deyirəm sizə. Peyğəmbərin özündəndir. Hər kəs mənim ayımda, Peyğəmbər belə deyir, bir gün oruç tutsa, bircə gün Şabanda oruç tutsa, Peyğəmbər deyir, mən ona şəfaətçi olacam. Qiyamətdə şəfaət edəcəm. Hər kəs 2 gün tutsa, keçmiş günahları bağışlanacaq. Hər kəs 3 gün tutsa, Allah deyər səni pak eləmişəm, təmiz eləmişəm. Daha anadan uşaq doğulanda nə qədər pak olar, o şəkildəsən, təzədən başla əməllər və 3 gün Şabanda tutsam, 3 gün Şabana tutsam. Əli əleyhissalam buyurur Şabanın orucu qəlbin vəsvəsələrindən qəlbi qoruyur. Qəlbin pərişanlığın qəlbdən çıxardır, atır çölə. Fikir verirsiniz, bəzi vaxtlar insan nə qədər qəlbi sıxılır, nə qədər narahat gezir, özü də bilmir niyə. Deyirsən, hər şey yaxşıdır, amma bilmirəm niyə qəlbim sıxılır. Şaban ayının orucunda o qədər qüdrət və qüvvət var ki, o narahatçılığı qəlbdən çıxardır, atır çölə. Deyir, rahat gez, rahat yaşa.
O vəsvəsələr ki var, mənə dəfələrlə deyiblər ki, otururam evdə, oturanda pis fikirlər gəlir zehnimə. Pis vəsvəsələr olur. Hətta pis şeylər fikirləşirəm, istəmirəm vallah. Hətta deyir ibadət eləyəndə pis fikirlər gəlir. Şaban ayının orucunda bax bu qədər qüdrət var ki, o vəsvəsələrdən sizi qutarar. Bu Şabanın bərəkətidir. Şabanda kim çox oruç tutsa, hədisdə var ruhusu çoxalar. Düşmənin şərrindən amanda qalar. Düşmənin şərrindən amanda qalar. İmam Baqir əleyhissalamdan bir hədis deyim sizə. İmam Baqir Əbu Həmzə Sumaliyə deyir. Deyim, mən samə Şaban kənə ləhu tahurən min kulli zəllətin və vəsəmətin və badirə. Allah Şaban ayında oruç tutanlara paklıq verər üç şeydən. Bir, etdiyi xətalar. İki dənə kəlmə işlətdi. Əbu Həmzə Sumali deyir, mən başa düşmədim o kəlmələr nədir. Deyir, sual verdim İmam Baqir əleyhissalama ki, orada iki dənə cümlə işlətdim ki, iki dənə də qeyri məsələ var, onlardan paklıq verir, onlar nə deməkdir? Deyir, İmam Baqir cavab verdi, birinci ki işlətdim orada min kulli zəllətin, yəni xətalar, bu izah oldu. Vəsəmətin nədir, onu sənə izah edirəm. Dedi, vəsəmə budur, əl-yəmin fil-mə'siyə. Deyir, bəzi vaxtlar insanlar olub ki, bilməyiblər, günah eləmək üçün and içiblər. And içib ki, filan günah eləyəcəm. Namaz qılmayan dövrlərində olar bəzi vaxtlar insanlar. Görsən, and içir ki, mən bunu belə eləyəcəm. And olsun Allaha ki, filan kəsi döyəcəm. And içib indi öz aləmində. Sonra peşman olub döyməyəcəm. O andın ağırlığı var. İnsanın vücudunda qalır. And elə belə baxmayın. Mövzum olsa danışardım sizə. Hər şeyə görə and içmək lazım deyil. Andın insanın qəlbinə təsiri var. Ağırlığı var. Şaban ayının orucunda qüdrət var ki, o ağırlığı götürür, o çirkinliyi götürür, insanı paklayır. Deyir, üçüncü nədir? Sual verdim. Və məl badirə. Deyir, İmam cavab verdi mənə ki, əl-yəmin fil-qəzəb. Qəzəb vaxtı içilən and. Görsə, ana hissənər, bir and içər övladı haqqında, nəsə bir söz deyər, and içər. Ya məsələn, kimsə hissənər, qəzəblənər bir dənə and içər, sonra peşman olur, qəzəb yatıb eləmək istəmir axı. O andın müqabilində Allah deyir, o and ki, insanı narahat eləmişdi, Şaban ayının orucu o narahatçılığı aradan aparar. Və əməllərin deyirəm, yekunlaşdırıram sizə. Bu günlərin əməlləri nədir? Əstəğfirullah və əsəluhu tövbə. Əstəğfirullah və əsəluhu tövbə gündə 70 dəfə. Gündə 70 dəfə. Başqa bir zikir deyirəm. La ilahə illallah və la nə'budu illa iyyah muxlisinə ləhuddin və ləv kərihəli müşrikun. Belə bir zikirdir. Ayda 1000 dəfə bu zikri kimdisə, bir ayda 1000 dəfə, Allah onun əməl dəftərinə 1000 illik ibadətin savabını yazar. 1000 il sanki ibadət eləmişsən. Bu bir məsələ. Digər məsələ salavat deməkdir. Bu ayda çoxlu əməllərdən biri salavat. İmkanınız var, Peyğəmbərə deyin salavatı. Salavatı çoxaldın. Sədəqə vermək. Sədəqə vermək. Bu ayda çox tövsiyə olunub. Nə qədər bacarsınız sədəqə verin. Sükut eləmək, susmaq bu ayın tövsiyələrindəndir. Bacardığınız qədər susmağa meyilli olun. Lazım olan yerdə danışın, lazım olan yerdə susun. Susmaq özünün inayəti var. Və bir də tövsiyə edirəm sizlərə ki, olar ki, anaları, ataları narahatdır, onlardan küsüb, eşitsin qardaş bacılarım, indi elə bugündən ana-ataların narahatçılığını həll eləsinlər. Onlardan razı qalsın və bu ay ana-ata narahatçılığı ilə insan daxil olsa bərəkətin görməz. Oxuyub deyirəm sizə, bərəkətin görməz. Olar ki, ataları, anaları dünyaların dəyişib uşaq ikən cavanlıqda incidib, onlar bir salavat deməklə, qəbr üstünə getməklə, müəyyən zikirləri onlara hədiyyə eləməklə onu aradan apara bilər.